Cənab, son vaxtlar Ramiz Mehdiyevlə bağlı məsələlər gündəmdən düşmür. Ramiz Mehdiyevin hakimiyyət çevrilişinə cəhd etməsi ilə bağlı müzakirələr aparılır. Cinayət işi qaldırılıb, istintaq gedir bu istiqamətdə. Ramiz Mehdiyev həm də Yeni Azərbaycan Partiyasının üzvüdür. Tez-tez onun partiyadan çıxarılması ilə bağlı fikirlər də gündəmə gətirilir. Bu günlərdə Arif Rəhimzadə bir açıqlama verib yerli mediaya və deyib ki, əgər məhkəmə qərarı yoxdursa, Ramiz Mehdiyevlə bağlı deyilənlər hamısı boş söhbətlərdir. Bu cürdə deyib. Məhkəmə qərarı olmadan onun partiyadan çıxarılması məsələsi gündəmdə deyil, belə bir fikir səsləndirib. Mən öz subyektiv fikrimi deyim, sonra sizin mövqeyinizi alacağım. Arif Rəhimzadə YAP-ın rəhbər strukturlarında təmsil olunur. Nə sədr müavinidir, nə idarə heyətinin üzvüdür, nə təftiş komissiyasının üzvüdür. Veteranlar Şurasının üzvüdür, YAP-ın veteranlarının üzvüdür və onun partiya adından açıqlama vermək kimi bir səlahiyyəti də yoxdur. Və onun verdiyi bu açıqlama cəmiyyətdə də müəyyən çaşqınlıq yaradıb. Bu məsələyə istəyirəm. Qısaca münasibətinizi bildirsiniz. Birinci, mən onu xüsusi vurğulamaq istəyirəm ki, Ramiz Mehdiyevlə bağlı məsələdə bir neçə önəmli məqam var. Önəmli məqamlardan biri odur ki, hər kəs hansısa bir açıqlama verməmişdən əvvəl diqqətli olmalıdır. Çaşqınlıq yaratmamalıdır. Reallıq ondan ibarətdir ki, Ramiz Mehdiyevlə bağlı cinayət işi başlanıb. 4 aylıq qəti həbs tədbir imkanı görür, araşdırma gedir, istintaq prosesləri gedir və bu artıq sübut olunub. Və bu prosesin başlanğıcıdır. Prosesə uyğun olaraq da istər həbs olsun, istər partiyadan çıxarılmaq olsun, istər başqa məsələlər olsun, bütün bu məsələlərin hamısına baxılacaq. Və mən o mənada sizlə razıyam ki, bu partiyanın rəhbəri var. Bəli. Bizim cənab prezident Ulu Öndarın davamçısı və əgər araşdırma başlayıbsa, bu o deməkdir ki, proses gedir. Və ona görə də mən bunu ilk dəfə deyil rastlaşıram ki, sanki bəziləri müdafiə etmək istəyir, sanki bəziləri ümumiyyətlə fərqli mövqe nümayiş etdirməklə. Baxın, ortada bir proses var. Və mən istəyərdim ki, 5 nəfər, 10 nəfər, 15 nəfər yox, hamı bu məsələdə fəal olsun və bunu qınasın. Bu yanlış əməl, yəni xəyanəti qınasın. Və ona görə dövlətə xəyanət edib. Əlbəttə ki, ona görə də burada indi durub ümumi bir açıqlama vermək ki, bu olmayacaq, o olmayacaq. Proses gedir. Biz də dövlət təmsilçiləri olaraq hüquq çərçivəsində məsələyə münasibət bildirməliyik. Və hüququ prosedura uyğun açıqlamalar verilməlidir. Kimsə verir ki, yox, bunun cinayəti sübut olunmayıb, biri deyir ki, yox, bu belə deyil, elə deyil. İş gedir, araşdırma gedir və biz onun nəticəsini mütləq görəcəyik. Yaxın günlərdə hansısa qərarlar da olacaq, hansısa açıqlamalar da olacaq, hansısa tədbirlər də görəcək. Amma durub qeyri-müəyyən cavab vermək və bəzən mən ümumi deyirəm, qeyri-adekvat cavab vermək, çaşdırıcı cavab vermək, o dediyimiz bəyəqi qüvvələrin əlinə də fakt və material verir. Bəli. Biz ona görə də o məsələlərdə, o yanaşmalarda, baxışlarda burada yəni biz indi danışdıq, hazırda proses gedir, istintaq prosesi gedir, açıqlama veriləcək. Amma bu gün istintaq prosesi gedərkən müdafiə kiminsə qalxması, mən ümumi deyirəm, kiminsə qeyri-müəyyən cavab verməsi və ya bilərəkdən, bilmərəkdən hansısa bir informasiyanı ötürməsi və ya verməsi ümumi prosesə mane olan bir məsələdir. Çünki bu kənardan da müəyyən o dediyimiz destruktiv qruplar ki var, onlara da təkan verir ki, onlar manipulyasiya eləsinlər. Onlar desinlər ki, bax görürsünüz, belədir, belə oldu, elə oldu, bu oldu, səngidir, səngimədi, o bunu dedi, bu bunu dedi. Məlumdur da, istintaq prosesi gedir də. Proses başa 4 aylıq var. Bəli. Və bu proses barədə açıqlama veriləcək.
partiya ilə də bağlı məsələyə baxılacaq. Qoy partiya rəhbərliyi münasibət bildirsin. Sən kimsən axı? Bəli, və buna da cavabdeh kimdirsə, yəni aidiyyatı olaraq buna mütləq şəkildə reaksiya da veriləcək, cavab da veriləcək. Yəni burada ən önəmli məsələ odur ki, cəmiyyəti çaşdırmaq olmaz. Çünki Bəli. bir sıra hallarda biz hansısa məlumatı verəndə, misal üçün bizə də müraciət edirlər, başqalarına da məlumatlar düzgün olmalıdır. Bir də mən ona gəlirəm ki, dövlət yönümlü məsələlərdə 3 nəfər, 5 nəfər yox. Hamı mövqeyini ortaya qoymalıdır. Hamı dövlət mövqeyini ortaya qoymalıdır və vətəndaş mövqeyini, ziyalı mövqeyini göstərməlidir ki, cəmaət da onlardan nümunə götürsün. Və biz hər birimiz bu cür əməlləri qəti şəkildə pisləməyi də bacarmalıyıq. Biz Arif Rəhimzadədən belə çaşdırıcı açıqlama yox, vətəndaş mövqeyi göstərməyi gözləyirik və onun kimi ziyalılardan qara güruha cavab verilməlidir. Bu ölkənin tarixi, müstəqillik tarixi bu cür insanların gözünün qarşısında olub, biz hardan hara gəlmişik, müqayisə eləmə imkanları var. Buyursunlar, çıxsınlar, müqayisə aparsınlar, gənclərə tövsiyələr versinlər, yol göstərsinlər, daha çaşdırıcı məlumatlardan insanları yanlış istiqamətə yönləndirməsinlər.